Qabala elmi mənə taleyimi dəyişməyə, ona nəzarət etməyə kömək edə bilərmi? Bəli, əvvəlcə taleyi dəyişmək nədir? Əgər uşaqdırsa, o, taleyi o qədər də dəyişə bilir. Əgər insan böyükdürsə, güclüdürsə, ağıllıdırsa, onda o, taleyi daha çox dəyişə bilər. Ona görə belə çıxır ki, nə qədər biz daha ağıllı oluruq və reallığı daha çox tanıyırıqsa, taleyimizə bir o qədər çox nəzarət edirik. Buna görə Kabala elmi insanın alma kelimini genişləndirdiyi və ona bütün vasitələri və həqiqətən baş verən bütün halları görmək imkanı verdiyi üçün biz təbiətdə onları elə də çox seçə bilmədiyimiz halda insana öz həyatı barədə daha düzgün qərar vermək qabiliyyəti verir. Mən məsələn hiss eləyirəm ki, mənim seçimim yoxdur. Taleyim əvvəlcədən müəyyən olunub. Onda bu elm mənə bu şeyi dəf eləməyə kömək eləyə bilərmi? Bəli. Və həqiqətən, kiçik insan bizim həyatımızda necə yaşayırsa, doğrudan da onun o qədər də çox seçimi yoxdur. Amma Kabala elmi ona həyatı elə bir formada tanımağa imkan verir ki, taleyini dəyişə bilər, ümumiyyətlə həyatını. Həyatın axınını, həyatdan nəticəni dəyişə bilər və o, nə üçün yaşadığını bilməyə başlayır və bu əsasdır. Həyatın bu perspektivi onun qarşısında açılır və o, özünü yetkin, ciddi bir insan kimi hiss edir ki, həyatdan zövq ala bilər və hər zaman hansısa kör taleyin nəzarəti altında olmur.